Salam aleyküm değerli izləyicilər. Bugün sizə gözəl bir əmlak torpaq sahəsini göstərmək istəyirəm. Torpaq sahəsi Balakən şəhərin deməli Aspetrola yaxın, Asan Xidmətə yaxın bir ərazidədir. Gördüyünüz bu yol o restoranların yerləşdiyi Teras, Xarı Bülbül restoranının qabağından keçən yoldur. Belə bir yolun üzərində gözəl bir yerdə dağ mənzərəli, gördüyünüz belə bir dağ mənzərəli bir yerdə 8 sotuq həyətyanı torpaq sahəsi satılır. İndi mən torpağın yerləşdiyi ərazini göstərəcəm sizə. Dəyərli izləyicilər, haqqında danışdığım 8 sotuq budur. Belə bir həyətyanı torpaq sahəsi yerləşir burada. 8 sotuqdan ibarətdir. Gördüyünüz kimi qarşıda belə dağ mənzərəli gözəl bir yerdə yerləşir. Burada yaşayış üçün yaşayış evi də tikmək mümkündür. Əlavə məsələn burada afreyim evlər də tikilibdir. Yəni belə bir afreyim evlər də tikmək mümkündür. Yəni belə bir yerdə, gözəl bir yerdə, dağ mənzərəli, qəşəng bir yerdə torpaq istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Məsələn 2 nəfər də bu 8 sotuğu götürüb bölüb 4-4 sotuqdan aralarında bölüb məsələn istifadə edə bilərlər. Belə bir torpağa sahib olmaq istəyənlər bizimlə əlaqə saxlayıb geniş məlumat əldə edə bilərsiniz. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Dinlədiyinizə görə sağ olun, sağlıqla qalın.